Azərbaycanın gəzməli görməli yerləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə ölkəmizdə ən gözəl şəlalələri araşdırmışıq. Ən bol sulu, ən hündür, ən gözəl şəlalə hansıdır? Yerin Qulaq kanalı olaraq bu dəfə ölkəmizdəki ən gözəl 10 şəlaləni təqdim edirik. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 7 gözəl, Qəbələ rayonu. 7 gözəl şəlaləsi Qəbələnin Vəndam qəsəbəsindədir. Qəsəbəyə çatdıqdan sonra 7 gözəl şəlaləsinə 4 kilometr yol getmək lazım gəlir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur. Vəndam qəsəbəsinə çatdıqdan sonra 7 gözəl şəlaləsinə 4 kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, 7 gözəl şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il minlərlə turist gəlir. Qalacıq şəlaləsi, İsmayıllı. Qalacıq İsmayıllı rayonundan 30 km şimal-qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandarçılıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, xəstəxana var. Qalacıq yaxınlığında çayın sahilinə 9-14-cü əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyni adlı turizm zonasında yerləşir. Bu kənddə yerləşən şəlalə ölkəmizdə çox məşhurdur. Yayda çox sayda turist həmin şəlaləni görmək üçün bölgəyə gedir. Katexçay şəlaləsi, Balakən. Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bol sulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin, dolanbazlı və uçurumlu yolu piyada getmək lazım gəlir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonu işıqla təmin edir. Sım şəlaləsi, Astara. Astara rayonunun dilbər cuşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 km uzaqda, Uzqar dağlıq ərazidə dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Sım sözü talış dilində sıldırım, hündür, qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir. Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndinin mərkəzində 74 bulaq var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən buzxana mağarası turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir. Laza şəlaləsi, Qusar. Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə yerləşən Şah dağ yüksəkliyinin Şah Yaylaq dağının ətəyində yerləşir. İnsanları ən çox bura cəlb edən əsasən kənddəki şəlalədir. Şəlalədə qarlı, şaxtalı havalar 7 ay davam edir. Temperatur -30 dərəcəyə dək enir. Qış fəslində kəndin 4 bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buza dırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir. 2024-cü ilin avqustunda baş vermiş güclü leysan yağışı şəlalənin daşmasına səbəb olub. Çay qovuşan şəlaləsi, İsmayıllı. İndi isə bir neçə dağ çayının qovuşduğu məkana, Çay qovuşana gedirik. 30 metr yüksəklikdən tökülən Çay qovuşan şəlaləsi İsmayıllı rayonunun Çay qovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşir. Bu şəlalə İsmayıllı rayonunun Xankəndi kəndində yerləşir. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir. Şəlalənin yatağındakı daşlar elə bil ki, adamla danışır, tarixin izlərini anladır. Şəlalənin yaxınlığında adətən bələdçilər dayanır. Onlar əraziyə gələn turistləri atla, yaxud da piyada şəlaləyə aparırlar. Hündürlüyü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çay qovuşan, 25 metr hündürlükdən axan İstisu və Mədrəsə şəlalələrini misal göstərmək olar. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaradıb. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış Mədrəsə şəlaləsidir. Afurca şəlaləsi, Quba. Quba rayonuna gələn turistlər daha çox Quba-Xınalıq və Quba-Afurca marşrutları üzrə səyahət edirlər. Quba-Xınalıq marşrutu üzrə səyahət edənlər dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsinə 2350 metr yüksəkdə yerləşən Xınalıq kəndini, Qəçreş meşələrini görmək imkanı qazanır.
Quba-Afurca istiqamətində səfərə çıxanlar isə Qubanın təbiət möcüzələrini, Afurca şəlaləsinin əsrarəngiz mənzərəsini izləməyə gəlirlər. Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi də qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir. Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır. Şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca, Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Hər gün təbiətin bu gözəlliyinə tamaşa etmək üçün çox sayda yerli və xarici turistlər gəlir. Təkdam şəlaləsi, Yardımlı. Bu şəlalə Masallı Yardımlı yolunun 25-ci kilometrliyindədir. 34 metr hündürlükdən tökülən şəlalə 2 mərtəbədən ibarətdir. Sovet hakimiyyəti zamanında Yardımlının bu dağlıq meşəlik ərazisindəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı Təkdam deyə çağırıblar. Elə o vaxtdan da şəlalənin adı Təkdam olaraq qalıb. Şəlalə Peştəsər sıra dağlarında yerləşir. Şəlalə əsasən qış aylarında daha çox sulu və gür olur. Yayda isə nisbətən suya azalır. Relyef baxımından da şəlalənin olduğu ərazi mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, dəniz səviyyəsindən 1500 metr yüksəkliyə yerləşən bu ərazidən tarixin müxtəlif dövrlərində keşiş məntəqəsi kimi istifadə olunur. Məlumata görə, vaxtilə şəlalədən Lənkərana, Masallıya və Cəlilabada 3 istiqamətdə yol mövcud olub. İlisu şəlaləsi, Qax. İlisu şəlaləsi və ya Ramramay şəlaləsi, Qax rayonunda yerləşən şəlalə. Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün ən azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri də həmin ərazidə fəaliyyət göstərir. Şəlalənin hündürlüyü təxminən 70-74 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur. Yayda şəlalənin ətrafı ekoloji cəhətdən pis vəziyyətdə olur. Bu da ora gələn yerli və xarici turistlərlə bağlıdır. Mucuq şəlaləsi Qəbələ rayonu Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparan çayının solunda 200 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su Kiçik çay əmələ gətirir. Çaya Mucuq çayı adı verilib. Mucuq çay Dəmiraparan çayının sol qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı 3226 metr massivindən məşhur Salavat aşırımı bu massivdə yerləşir. 2800-3000 metr hündürlükdən başlayır. Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri Şah dağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycanda çox sayda şəlalə olsa da, onlardan daha çox tanınanları seçilir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.